İsrailin İran rejiminin yüksək rütbəli şəxsləri haqqında dəqiq və detallı məlumatlara malik olması ehtimalı müxtəlif versiyaların ortaya çıxmasına səbəb olub. Today Press TV xarici kivə istinadən xəbər verir ki, son günlər irəli sürülən iddialardan birinə görə güya Mossad agentləri illər əvvəl Tehranda diş həkimi kimi fəaliyyət göstərərək yüksək vəzifəli şəxslərlə yaxın münasibətlər qurublar. İranlı bəzi mənbələrin iddiasına əsasən həmin şəxslər tibbi müayinə və cərrahi prosedurlar zamanı müəyyən rəsmilərə izlənmə qurğuları yerləşdirə biliblər. Bu versiya xüsusilə İranın ali, siyasi və hərbi rəhbərliyinə, o cümlədən sistemin ən yüksək pilləsində təmsil olunan şəxslərə dair məlumat sızmalarını izah etmək üçün irəli sürülür. İddialar dolayısıyla ali rəhbərlik səviyyəsində, o cümlədən bir neçə gün əvvəl öldürülən İranın ali dini lideri Əli Xamneyi ilə əlaqəli təhlükəsizlik mexanizmlərinə dair suallar doğurur. Bununla belə hazırda bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və daha çox iddia xarakteri daşıyır. İsrail və ABŞ-nin rəsmi qurumları məsələ ilə bağlı açıqlama verməyiblər. Tehran rəhbərliyinin isə yayılan məlumatlarla bağlı daxili araşdırmalara başladığı bildirilir.